Rusiya-Azərbaycan əlaqələrinin indiki durumuna münasibətim çox mənfidir. Mən hesab edirəm ki, bu münasibətlər Rusiya və Azərbaycandan asılı deyil. Bu, müxtəlif transmilli maliyyə elitalarından asılıdır. Onlardan bəziləri Rusiya, bəziləri Azərbaycanla işləyirlər. Həmin transmilli qruplar arasında münaqişə təəssüf ki, Rusiya ilə Azərbaycan arasında münasibətləri müəyyən edir. Turkustan, Azbakupost Aza istinadla məlumat verir ki, bunu Rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko Yekaterinburqda Azərbaycanlılara qarşı baş verən hadisələr fonunda iki ölkə arasında münasibətləri şərh edərkən qeyd edib. Yekaterinburqda baş verənləri diqqətlə izlədim. Bu haqda yazılanları oxudum. Bu hadisələrin mahiyyəti nədir? Orada saxlanılan Səfərovları günahlandırırlar ki, onlar 2000-ci ilin əvvəllərində Azərbaycan vətəndaşı olan Yunus Paşayevi öldürüblər. İndi bu hadisə ilə bağlı detallı epizodlar üzə çıxıb. Ben bilmirəm, bu həqiqətdir, həqiqət deyil. Ancaq bu qətli onların törətdiyini deyirlər. Aydındır ki, bu məlumatlar güc strukturlarından sızıb. Orada bu barədə detallı məlumat verilir. Qeyd edilir ki, bu işdə Şxrinski soyadlı avtoritetin də adı keçir. O, Rusiyanın iqtisadi kriminal həyatında kifayət qədər tanınmış şəxsdir. Orada talışlarla müəyyən problemlər olduğu deyilir və s. Bu və ya başqa cür detalların dərinliyinə varmadan deyilir ki, bu Paşayevin qətli daxili məsələdir. O bildirib. Şevçenkonun sözlərinə görə əsas sual onunla bağlıdır ki, bu məsələ niyə məhz indi ortaya atılıb? Buna kim təşəbbüs göstərdi? Burada bir neçə versiya var. Birincisi, Yekaterinburqda rəhbərlik dəyişib, Paster yeni qubernator təyin edilib. Onu tanıyanlar deyirlər ki, birbaşa sərt adamdır. Onun əvvəlki qubernator Kuyvaşevlə münasibətləri yaxşı olmayıb. Kuyvaşev onu sıxışdırdı və o Orenburg vilayətinə getdi. İndisə qayıdıb və regiondakı nüfuzlu qüvvələrin xəritəsini yenidən müəyyən edir. Yekaterinburqda kimlər özünü müstəqil fiqur hesab edir? Paster onları öz yerində oturtmağa başlayır. Bu, birinci variantdır. İstənilən dövlət mütləq belə hərəkət edərdi. Əgər dövlət kiminləsə qarşılaşırsa, kimsə uzun müddət yaşayır və düşünürsə, onun hər şeyi ələ keçirilib. Onda istənilən dövlət keç və ya tez belə edir. Bunu bizə tarix göstərir. Kalbera tarixi Fransanın qüdrətli maliyyə tarixi, Xodorkovskinin tarixi. Dövlət həmişə daha güclüdür. Necə ki, indi Ermənistanda dövlət güclüdür. Orada dövlət kilsəyə, diaspora qarşı gedir və sizi əmin edirəm ki, dövlət qalib gələcək. O, emosyasız, prosedura uyğun hərəkət edir və s. İkinci variant bu hadisələrin İran-İsrail münaqişəsi ilə əlaqəli olmasıdır. Bunu istisna etmirəm. Bu, daha dərin məsələdir. Azərbaycan hər vaxt İsraillə sıx əlaqələrinin olduğunu vurğulayıbdı və hətta müharibə səviyyəsində Yeruşalimdə seminar planlaşdırılmışdı. Xəzər məsələsi ilə bağlı AQŞ-Azərbaycan-İsrail seminarı ehtimal edilirdi ki, İran müharibədə məğlubiyyətə uğrayacaq. Bu hadisələrin dolayı əlaqəsi ola bilər. Çünki Yekaterinburqda baş verənlərdə talışlarında adı hallanır. Onlar İran dilli xalqdılar. İranlı deyillər, müstəqil xalqıdılar. Onların dili qədim Avestanın dilini xatırladır. Mən düşünürəm ki, bu məsələdə çoxlu kartlar yenidən dəyişdirilir. Bütün özünü nüfuzlu hesab edənlər bugün öz mövqelərini itirməyə başlayırlar. Yekaterinburqda baş verənlərdə yeganə bir məqamı bunun Rusiya-Azərbaycan hadisəsi olduğunu görmürəm. Mən başa düşmürəm, məgər Azərbaycan və Rusiya hakimiyyətləri biznesə bu qədər sıx bağlıdırlar. Yekaterinburqdakı hadisələrdə axı söhbət Azərbaycan əsilli Rusiya vətəndaşlarından gedir. Saxlanılanlar Azərbaycan vətəndaşına deyil, Azərbaycanlıya qarşı mümkün kriminal hadisədə günahlandırılırlar. Burada hər şey bir-birinə qarışıb. Mən şəxsən onun tərəfdarıyam ki, istənilən cinayət əgər o həqiqətən də baş veribsə, prosesual qaydada qanunlara uyğun şəkildə sübut edilsin, saxlanılanlara işgəncə verilməsin, onların öz əleyhinə ifadə verməsinə məcbur edən hərəkətlər olunmasın. Məsələnin siyasi tərəfinə gəlincə, bu ölkələr arası deyil, klan elita arasında olan problemdir. Mən hesab edirəm ki, Rusiya-Azərbaycan münasibətləri Rusiyanın yaxud Azərbaycanın öz daxilində hansısa qüvvələri sakitləşdirmək, yerinə oturtmaq istəyindən zərər görməməlidir. Şevçenko həmçinin qeyd edib ki, Azərbaycan tərəfi Rusiya prokurorluğuna müraciət edib istintaqın birgə aparılmasını təklif edə və bu yolla həqiqəti üzə çıxarmaq olar.